Herkese salam, mən Miri. Bugün sizlərlə birlikdə realistik kart driving oynayacağıq. Abunə olub like atmayı unutmayın. Bəli dostlar, oyunsuz video çəkmədən əvvəl 196.633 manat yığmışam, yəni dollar yığmışam. İndi onun yerinə bir dənə qara qalmışam. Yəni abunə olub like atmayı unutmayın. Ben bu videoyu izleyip reklam gelecek göstereceğim. Bəli dostlar, reklamı izledim. Pulum biraz arttı. Baha ödüller gəlir. Hala gəlmir. Neçə dəqiqə lazımdır? 5 dəqiqə. 5 dəqiqə gözləyirəm. Burada da amaz diyeyim necədir? Pul kazanırsınız. Pul yığdıqca burada levellər olur. Tək nə oynaya bilərsiniz ya dostlarınızla. Dostlarınızın maşını da sürə bilərsiniz. İndi mən tək oynayıram, dostlarımı çağırmamışam. Gələn dəfələrdə sizlərlə dostlarımla da oynaya bilərəm. Şeydir, açıqlamaya ya da videonun bir yerinə adımı yazaram. Oradan mən istek atarsanız bir yerde oynayarıq. İndi burada istədiyim şeyi pul kazanıb bu maşını da sataram. Qəşəng bir dənə maşın alaram sizlərlə. Ya da gələn parti eləyərik. Bunun maşını denəyəcək. Yəni mən bunun maşını almışam, amma çox sürməmişəm. Evlərin yerinə görürük. Tam speedini də görürük. 300 nəsə əslində bu güclü deyil. Motor stokdu deyə 4-cü səviyyə deyil də. Stokda mı 300'ü basır. İstəyərdim bir dənə şey alım. BMW almayacağım. BMW çünki bundan gücsüzdür. Bu 365 mindir. 365 mindir. BMW isə 100 neçə mindir. Yəni burada da gördük ki BMW niyəsə belədir. Ama ben BMW'den gözlemezdim niye böyle az olacağını. Oyunda. Şimdi buradaki alanları yazacağız sizlerle birlikte. Ve bir de bu maşının süspansiyon testlerini eləyəcəyik sizlerle. Avtoşluq eləyirəm, avtoşluq. Bundan eləmək olmur, 0.7 var. Çıxardıram birazdan avtoşluq eləyirəm. İki təşər zat qalxsa. Ay, mən bunu iki təşər də qaldıram. İnşallah iki təşər qaldırıb sizlərlə göstərərəm. Bir dənə belə eləyirəm, dönür zat eləyir. Ancaq da mənim dostlarımla eləyirəm. Sürürəm eləyir. Ay. Yavaş getməliyəm. Bir dənə maşın səsini açıram. Bir dənə maşın səsini açıb. Onun səsini bir dənə çoxaldıram. Bir dənə maşın səsinə baxın. Zor deyə. Baxın bir dənə səsi. Mən sakit qalım, siz deyin. Baxın. Uçur maşın, uçur. Dəhşət dərəcədə şeydir. Uçur. Çox güclü motordur da. Stokda ama güclüdür. İndi birinci çoldan eləyək. Baxaq taçaları necə oynayır. İndidən 225 min oldu. Bax burada yaxşı tullanır. Sadəcə şeydir, taşlarlar tullanır. İçəri göstərmə. Burada biraz çətinlik olur. Təsəvvür edin yoldasınız. Gedirsiniz də belə. Sadəcə bu yollar çoxdur. Sizlərlə bir yerdə biraz burada dönmə yerləri var, onları da eləyərik. Təkərlər hiss elətdirmir. İstdən baxaq. Hiss elətdirməsinə, amma şeydir, yavaş eləyir. İndi. Bu yollarda diqqət olmaq lazımdır. Çünki maşın aşa bilər. Aşanda da gedim təzdən eləməliyəm.
Bura qədər idi. Mənim bir dənə dostum var. Buranı eləyə bilmir. Level də 175 mindir. Yox, 175 leveldir. Məndən çoxdur. Mən 30 neçə, 20 neçəyəm. Özünün 3 milyon, 5 milyon maşınlar var. Eləyə bilmir. Amma mən eləyə bilirəm. Mən şokdayım da. Deyir bir il oynamışam. Bir il oynayan adam necə elə kasa bilər? Mən 2 yılda bu oyunu oynayıram. Hələ də o qədər level ola bilməmişəm. Ya pul xərcləyib, ya da bir şey eləyib. Robloxda xərcləyə bilər. Bunu eləyə bilmir. Bunu eləyə bilmir. Mən 0.7-ni eləmişəm. 0.7 ilə belə olur. Ona qədər profesional sürücüyəm. İndi orada yekə bir dənə var idi. Belə ikili idi, nə idi? Duduzdursam yaxşıdır. Duduzdurmasam biabır oldum. Yaxşı duduzdurdum. Buradan da bir dənə. Qaqaz uçuruyor, qaqaz sürür. İndi bir dənə öldürəcək, baxaq. Maşın diyorsun satacağım. Satın dostlar. Mən qorxuram. Satıram. Bu maşını arvada deyin. Maşını bir də görən bilməyəsiniz. Bəlkə gördünüz. İnternet ağlı, hə. Qalik, sağ ol. Ay dada, mən bunu 300 neçə almışam. Oğlum təşəkkür edirəm sənə. Bundan da daha gözü başlı olacaq. Espri. Sevinəm, mənim sevincimə bax. Dostlar, bunu Ferrari ilə alın, yoxsa bunu alın, Bentley alın. Hansını alın dostlar? Məncə bunu da ala bilərəm, amma 555'dir. 550, mən bunu almışdım əslində. Onu sattım, mən bunun anlamı heç də alamadım. Mən bunu almaq istəyirəm. Bu da 1 milyon. Dostumda bu var. Sürətli gedir. Dostlar, bunu alın, yoxsa pul yığıb bunu alın, nə deyirsiniz? Mən bunu yükləyəndə siz yorumlara deyirsiniz. Mən oradan şeydir, alaram. Hələlik bununla yazar. Bu da yavaşdır. Mən nə bunu modifiyə eləmişəm, nə də bir şey. Ama içinin şeydi, BMW deyil bu. 0.7'nin içine oxşuyur. Köynədə ama pisdir. Elə bilirəm köynənin içləri yaxşı olur. Yəni mənim heç BMW ilə şeydir, əlaqəm yoxdur, sadəcə mənim 0.7 ilə əlaqəm var. Yəni 0.7'ni bilirəm də sadəcə için zadın. Amma BMW heç bilməmişəm. Yəni bilənlər mənə desin, bəlkə belə deyil. Nəysə, boş verin. Bunda tam speed yavaşdı. Enes Patos, Enes Kartofiri, yo, Epes Kartofiri kazı. Kartofiri yazdı. Ne sadı? Seni sayıyorum bana, yorum. BMW almayacağım. Baha diyor özüm. Ama bu BMW ile de 2 təcər qaldırdım. Görün qaqazın nətər sürürsə, BMW ilə belə 2 təcər qaldırdım. O qədər dəli sürücüyəm. Valla bunu mənim dostlarım da bilir. Dostumun maşını sürürəm. Yarış maşınıdır. Onunla belə 2 təcər qaldıra bilirəm.
kadar dəli sürürəm. Rutsnoyla bir dənə verdiyi buradan. Uy da. Sun qaqa sürür. Ay, damıra dəyirdim. Bəlkə də dəymişəm, mənim xəbərim olmayıb. Bu köylər nədir? Dağ olur. BMW da stok motor deyir. Taşerlər də stok. Amma belə gedir. BMW halaldır. Halal deyirəm, amma 07 ilə 2 taşer qaldırırım. Bununla belə 2 taşer qaldırırımsa da özümə nə deyim. Yəni bu oyunda bütün maşınlardan 2 taşer qaldırmışam. Qaliglə belə. Təbii onları siz görməmisiniz. Video dışı alınıb. Ay tövbə. Ay, mən nətər üstünə vururam. Dostlar, baxın. Video dışında alınmaz, amma video içində alınır. Video yükləyəcəm, heç vaxt alınmayacaq. Dostlarımla sürüm alınmır. Gəlsən BMW sizi görüb, ki, mən bunların yanında şey eləməliyəm. Mən də özüm sürürəm. İndi Mirçalam, yəni Miri Hava Yolları. Miri Hava Yolları. Epes kartoferi qaza. Ay, maşın açdı, həqiqətən dedirəm. Elə bir dənə Rus'un oyunları vururam. Rus'un oyunları... Uy. Kaş bu oyunda bench drive olsaydı. İndi mən beynimdə qalıb, ya Rolls Royce alım, yekə maşındır, ya da Ferrari'ni alım. Hansını deyirsiniz? Bir 475 eləyim. Ondan sonra videonu yükləyim. Ondan sonra şeydir, siz mənə deyirsiniz hansını alın deyə. Yəni sizin seçimlərinize görə deyirəm. Yoxsa özüm seçərdim. Amma mən bayaqdan sürüşürəm, taşalanışı qırmızıdır, indi niyə qırmızı deyil? Məndə deyəsən, niyəsə məndə yetenek var. Mən Türkçəyə yetenek sizə çıxmalıyam. Dört taşır üstündə düşək, zəhmət olmasa. Dıdız. Oy da. Duduzduramadım deyirdim, duduzdurdum ama. Mən qarı renzlo verəm. Ağzımda da verəm. Mən burada uçuş eləyəcəm də. Mirçalam Hava Yolları. BMW ilə də avtoşıq eləyəm. Mən nə deyəm? Özümə mən nə deyim də? İndi buradan ben Rus'unu eləsəm, like atın. Eləyəməsəm like atın gənə də. Siz zorlamıram, istəyirsə atın, istəyirsə atın. Mənim üçün fərqi yoxdur. O biri YouTuberlar kimi deyiləm. İndi baxaq. 4 taşır üstündə pişiklər olur, 4 taşır üstündə düşür. 2 taşır qaldı. 2 taşır qaldı, özüm ölüm. 75.000 oldu. İndi iyi ki doğdun Muzaffer.
Aha. İndi dostlar, ya bunu alın, ya da bunu. Ya da pul yığın bunu. İstirsə bunu da ala bilərəm. Nə deyirsiniz? Bunlar eyni maşındır da. Ama biri qızıldı, biri gümüşdür. Taşaların fərqi də var. Biri 800 min, bax 800 mindir. 1 milyardır. Neyse dostlar, videomuz bura kadardı. Abone ol, like atmayı unutmayın. Gələn partda görüşərik. Sağ olun.